Siz internetdə 3 ildən çoxdur ki, nə onlayn Apple Pay, Google Pay ödəmisiniz, hamısı bizdən keçib. Sahibkar var, vergilər var, bank var. Siz burada bu zəncirdə hardasınız? Bizdə müştərilər var ki, milyonlarla tranzaksiyalar keçir. Onlarda bir dəqiqə dayanma minlərlə itkilərə gətirib çıxardır və o baxır ki, biz ona alternativ veririk ki, sistemi dayanmasın. Biz sizə bu nə şərait yaradaq ki, siz qabağa aparasınız iqtisadiyyat. Yəni o sualı verən olmur. Dövlət qurumları çox güclüdür. Sahibkarlar çox zəifdir və onları eşitmirlər. İqtisadiyyatda da biznes yanaşması olmalıdır. Hədəflər olmalıdır, hədəflərə çatmaq məsələsi olmalıdır. Vaxt var idi ki, məsəl üçün işə götürəndə mütləq deyirlər ki, Excel-i bilməlidir, Word-ü bilməlidir. Yəni onlar qaldı keçmişdə. İndi artıq CV-də vaxtı gəlib ki, qeyd eləmək ki, hansı AI toollardan istifadə edirsən. Necə bitkilər üçün, canlılar üçün, quşlar üçün qırmızı kitabı varsa, eyni şəkildə sahibkarlara da elə yanaşmaq lazımdır bizim ölkədə. Elə bil ki, bax, adları qırmızı kitaba yazılıb. Vüqar Cəfərov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 46 nömrəli məktəbdə almış, ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Xəzər Universitetində davam etdirmişdir. Hazırda Yığım Payment Services şirkətinin direktoru kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti dövründə innovativ yanaşmaları ilə seçilmiş və Ernst & Young tərəfindən keçirilən EY ilin iş adamı 2022 müsabiqəsində ən yaxşı müştəri həlli nominasiyasının qalibi olmuşdur. Ailəlidir, 2 övladı var. Vüqar bəy, salam, xoş gəlmisiniz. Salam əleykum. Vüqar bəy, sizin hal-hazırda yaratdığınız bu şirkət, Yığım, innovativ bir şirkətdir, mən deyərdim. Mən tanış olanda mən üçün çox maraqlı bir nüanslar yarandı orada. Amma bir dənə bir məsələ var. Baxın, Azərbaycanda bir sahibkarlıq fəaliyyəti eləmək üçün mən belə başa düşürəm ki, tək risk eləmək, yəni kifayət eləmir. Burada real gərək qəhrəmanlıq göstərəsən. Siz bu prosesi, bu qəhrəmanlıq prosesini necə keçmisiniz? Mən əslində dərhal başlamadım bu prosesə. Vaxtı ilə hələ cavanlıqda da bizneslərim olurdu, amma müəyyən çətinliklər olurdu və mən hiss elədim ki, müəyyən biliklər lazımdır biznesə başlamaq üçün. Yəni indiki cavanlarla danışdığım zaman artıq mən bir 5 dəqiqədən sonra böyük ehtimalla başa düşürəm ki, onların ideyaları, onların biznesləri uğurlu olmayacaq. Ona görə ki, hiss eləyirəm ki, müəyyən bilikləri yoxdur. Və ümumiyyətlə, belə deyim də, sizin sualı mən 2 hissəyə bölərdim. Bir var ki, mühit, yəni haradakı biznes yaranmalıdır. Yəni mühit özü də çətin mühitdir. Yəni toxum kimi də yer var ki, toxum düşür. Yəni heç bir qayğısız, heç nəysiz bitki çıxır. Elə mühit var ki, orada çoxlu qayğı belə göstərirsən, amma ehtimal azdır ki, nəsə bir bitki çıxacaq ortalığa. Bizim mühit hesab edin ki, yəni tam formalaşan bir mühit deyil. Ondan başqa da deməli bilik baxımından, bacarıq baxımından daha güclü olmaq lazımdır. Daha çox dəstək almaq lazımdır ki, ehtimal çoxalsın ki, biznes uğurlu olsun. Yəni burada təkcə riskdən söhbət getmir. Hələ mən hesab eləyirəm ki, bizdə bizneslərin bir çoxusu ona görə uğurlu olmur ki, birbaşa ideyadan onun reallaşmasına keçirlər, amma onun arasında böyük bir proses var. Onun planlamasıdır, büdcələnməsidir, düzgün komandanın olmasıdır. Yəni çoxlu faktorlar var, hansı ki olmalıdır ki, ehtimal çoxalsın ki, bu biznes uğurlu olacaq. Vüqar bəy, baxın, siz bunu deyirsiniz, amma məsəl üçün biznes quranlara baxsaq, burada onlar, yəni əksəriyyətinin də hansı ki özü başlayıb biznesə. Orada nə biznes plan olub, nə bir şey olub. Adam sadəcə olaraq başlayıb bu prosesə girib, sadəcə başlayıb eləməyə onu. Burada bu təzad yaradır əslində bu dediklərinizlə bağlı. Bunu necə yəni şərh eləyərdiniz? Deyərdim ki, yəni qıraqdan elə formalaşır. Mən elə özüm vaxtı ilə elə 20 neçə il bundan qabaq bir tanınmış brend idi. Onu rəhbəri ilə tanış olanda gördüm ki, adam heç adını yaza bilmir. Hələ birinci o vaxtda təəccübləndim ki, necə olub ki, belə uğurlu biznes qurub. Çünki biliklər hansı ki sahibkarlıqda lazımdır.
və biliklər hansı ki, indi təhsil sistemi bizə verir, tamam fərqli biliklərdir. Təhsil sistemi daha çox əməkdaş tipli adam yaradır. Sahibkarlıq biraz başqa tip düşüncədir. Danışandan sonra adamda gördüm ki, sahibkarlıq düşüncəsi çox yüksək dərəcədədir. Yəni o təbiətdən bilir ki, hansı çətinliklər olacaq. Sonra sırf öz təcrübəsi üzərində qısa zamanda bu səhvlər edə-edə, yəni korrektirovkalarını edərək uğurlu biznes qurur. Və bazar təzə olduğuna görə, müəyyən sahələrdə rəqabət olmadığına görə, orada bilik olmadan bəzən yaratmaq olur biznesi. Çünki nəsə yeni bir şey yaradırsan, sənə heç kim mane olmur. Məsəl üçün biz biznesimizi başlayanda bizim gördüyümüz işləri heç kim görmürdü. Biz tam yenilik eləyirdik. İstər-istəməz o da bizə müəyyən vaxt verir ki, biz nəyisə səhv eləsək də düzgün korrektirovka eləyək. Amma nəsə siz indi bu dəqiqə yaxşı restoran yaratmaq istəsəz, bazarda o qədər çoxlu gözəl restoranlar var ki, hansında ki çox gözəl sistem qurulub, ora siz biliksiz daxil ola bilmərsiniz. O rəqabət həddindən artıq yüksəkdir. Yəni rəqabət olan yerdə gərək həm investisiyanın çox olsun, biliyin çox olsun, proseslərin çox olsun, komanda güclü olsun. Ona görə siz dediyiniz həmin sahələrdə ehtimal çox azdır. Amma təzə bir şey yaradırsınızsa, orada o səhvlər mümkündür. Və məsəl üçün sizdə belə deyim də, indi fintech sahəsində o sahədə biz indi hal-hazırda istəsək çox çətin olar da yaratmaq, elə girmək çox çətin olar işə. Bəli, ildən ilə çətinləşir. Hələ yaxşı nümunə dediniz. Yəni biz biznesə başlayanda nə regulasiya var idi. Yəni görürdük ki, müəyyən xidmətlərə, müəyyən məhsullara tələbat var və o sahə boşdur və biz gördük ki, bazara nə lazımdır bazarın inkişafı üçün, xidmətləri, prosesləri daha asanlaşdırmaq üçün o işləri görməyə başladıq. İndi istər-istəməz hələ bir dənə regulasiyadan keçmək üçün artıq, yəni mənim kimi indi fərz eləyək ki, gənc, hansı ki bu sahədə çalışmayıb, indi bu bazara daxil ola bilməyəcək. Çünki həm nizamnamə tələbləri var, məbləğ olaraq, həm proseslər, həm komanda baxımından, yəni faktiki ancaq böyük bir holdinqlər, böyük şirkətlər artıq bundan sonra daxil ola bilər bu bazara. Vüqar bəy, baxın, mən başa düşməyə çalışıram ki, bax sizin yığım şirkəti də hal-hazırda, mən tam adını bilmirəm də, yığım kimi tanıyıram. Yığım brendin adıdır əslində. Brendin adıdır, bəli. Mən bilmək istəyirəm ki, bax burada sahibkar var, vergilər var, bank var. Siz burada bu zəncirdə hardasınız? Biz əlavə dəyər yaratmışıq ortalıqda, belə deyib. Buna deyirlər payment service provider da, ödəniş təşkilatı xidmətləri. Yəni biz elə bil ki, ortalıqda əlavə xidmətlər veririk və sahibkarlar üçün hesab edin ki, asan xidmət hansı məntiqlə işləyir. Onlar birbaşa özləri bir xidmət vermir, amma interfeys olaraq onları çıxış eləyir, insanlara xidmət verir. Daha da rahatlaşdırır da belə. Biz də eyni şeyi sahibkarlar üçün eləyirik. Çünki çoxlu funksionallıq var, çoxlu oyunçular var bazarda və sahibkar bir-bir onların hər birinə vaxt itirməməlidir hansısa bir xidməti almaq üçün. Bizə müraciət edir, biz onları yığcam formada veririk. Dünyada nə axırıncı texnologiyalar var, birinci tez onları gətirə bilirik. Çünki misal üçün banklar o qədər çevik deyil, onların digər prioritetləri var. Onların xidmət belə deyim də sayı o qədər çoxdur ki, yəni onlar hər şeyi çatdıra bilməz və burada texnoloji şirkətlər üçün böyük imkanlar yaranır ki, sahibkara uyğun, sahibkarı daha yaxşı başa düşərək ona uyğun proseslər qurmaq, onun biznesinə birbaşa dəyər vermək ki, o daha yaxşı ödəyicilərə xidmət göstərə bilsin. Vüqar bəy, gəlin bu belə düşünəndə, bax tutalım ki, mənim hər hansı bir belə deyək, bir internet mağazin deyə var. Mən ora ödəniş sisteminə qoşmaq istəyirəm. Məsəl üçün mən bankdan alsam qoşsam və yaxud da sizdən alsam qoşsam nə üstünlük əldə edirəm? Fərq çoxdur. Bizdə funksionallıq qat-qat çoxdur. Belə deyim də bank hazır bir həll sizə verir və deyir ki, uyğunlaş. Yəni sizin yanınızda olmur ki, bütün funksionallıq düzgün otursun ki, ödəyici ödəniş prosesinin təcrübəsi maksimum gözəl olsun. Yəni ona maraqlıdır ki, əsas funksiyanı versin, ödəniş keçdi, fokuslansın digər xidmətlərə, sizə çox vaxt sərf eləməsin. Yəni bankın həcmin baxanda, onların iş yükün sayında, onların gəlir məqsədlərini görəndə onların sizə vaxt sərf eləməyə məntiqli görsənmir. Yəni siz onlardan yeni bir funksiya istəyəndə baxacaqlar ki, dövriyyəniz nə qədərdir. Görəcəklər ki, az dövriyyəniz var, bank oradan çox qazanmır, sizə vaxt sərf eləməyəcəklər. Çünki istənilən bir prosesi qurmaq üçün onlar bütün departamentə rəhbəri yığmalıdırlar. Onlar proqram təminatını xaricdən hansısa vendordan alıblar, ora pul ödəməlidirlər o yenilikləri eləmək üçün. Yəni çevik deyirlər də. Çevik deyirlər, həm də onlara çox baha başa gəlir bu proses və sizə görə, sırf sizə görə ona vaxt itirə bilməzlər.
Bax necə ki siz məsəl üçün mobil telefondan istifadə edirsiniz, o eyni model bütün insanlar istifadə edir. Onlarda da tam eyni telefondur. Sahibkara o yaramır ki, məndə də eyni telefon olsun. Deyir, məndə olan prosesdə olar ki, burada knopkası burada olsun. Olar ekranda bu olsun. Yəni mütləq istəyir ki, öz biznesə müəyyən uyğunlaşma olsun. O fərqliləşdirmə Və onun üçün eləyirsiz də. fintechlə işləmək daha rahat olur. Çünki fintech baxır, səndə proses necə gedir? Belə gedir, gəlin bunu belə eləyək. Gəl bu xidməti sənə əlavə eləyək. Plus sahibkar istəyir ki, onda dayanma olmasın. Məsəl üçün siz bankın hansınasa qoşulanda onun bir prosesing xidməti var və onlarda nəsə dayanma baş verəndə sizdə sistem dayanır. Bizdə isə inteqrasiya bütün prosesinglərədir. Biz baxırıq ki, dayanıqlı olsun sistem. Yəni bizdə müştərilər var ki, milyonlarla tranzaksiyalar keçir. Onlarda 1 dəqiqə dayanma minlərlə itkilərə gətirib çıxardır və o baxır ki, biz ona alternativ veririk ki, sistemi dayanmasın. Yəni buradan keçmədə ödəniş digər yerdən keçidək. Və funksionallıq baxımından daimi istəkləri olur ki, biz istəyirik ki, bu xidmət bu formada çalışsın, o xidmət bu formada və biz o sazlamaları eləyirik ki, hansı ki, yəni axırıncı bazar tələbləri nədirsə, onları yerinə yetiririk. Vüqar bəy, baxın, bu sizin sistem bunda biz belə başa düşürük ki, bu bir startapdır, yenilikdir da bu. Yoxsa bu belə deyim, Azərbaycan üçün nəzərdə tutulan? Bəli, biz nə ediriksə, ümumiyyətlə biz çalışırıq ki, əgər bazarda nəsə varsa, biz onu təkrarlamırıq. Yəni bizdə bir çox sahibkarlar baxır ki, ya nəsə uğurludur, başlayır onu təkrarlamağa. Bizim yanaşmamız tam başqadır. Biz görürük ki, kimsə nə isə edir, onu təkrarlamırıq, çalışırıq ki, daimi nəsə yeniliklər gətirək. Hələ adi Apple Pay, Google Pay deyim. Yəni siz internetdə 3 ildən çoxdur ki, nə onlayn Apple Pay, Google Pay ödəmisiniz, hamısı bizdən keçib. Yəni indi təzə yarım ildir artıq banklar, digər oyunçular o xidməti verməyə başlayıb. Biz artıq 3 ildir veririk. Bəli, onlayn biz yaratmamışıq, biz gətirmişik. Yox, gətirməyə nəzərdə biz birbaşa Apple Pay, Google Pay inteqrasiya eləmişik. Yəni özümüz sazlamışıq prosesinglərlə prosesi və onu birinci bazara gətirmişik və belə nümunələr çoxdur. Məsəl üçün American Express uzun vaxtı var idi bazarda, bankların birində, beynəlxalq bankda, amma onları onlayna çıxarda bilmirdilər rahat. Biz o prosesi sazladıq, artıq bütün top otellər American Express kartlarını rahat ödənişlərini qəbul edir. Eyni şəkildə Union Pay vermişik. Sonra Visa ilə gözəl layihəmiz var. Adi ödənişləri bu Apple Pay, Google Pay məntiqi ilə, yəni kart məlumatı istifadə olmadan ödənişləri keçirmək məntiqi ilə həyata keçiririk. Məsəl üçün yeganə qalan yerli taksi brendimiz 189 artıq bu xidmətdən istifadə edir, Visa-dan dəstək alıb və onların bütün ödənişləri o texnologiyadan keçir. İndi digər müştərilərə də onu veririk. Və belə nümunələr bizdə çoxdur. Yəni biz vaxtı ilə, misal üçün mən özüm vaxtı ilə ödəniş təşkilatında işləyirdim, hardakı terminal şəbəkəsi idi və görürdüm ki, orada çoxlu çətinliklər var. Biznes gəlir, ödəniş terminalına qoşmaq istəyir, 3 ay, 6 ay çəkir. İnteqrasiya haqqı çox yüksəkdir. Görürlər balacadır, komissiyanı yüksək deyirdilər. Biz o prosesi o vaxtı yüngülləşdirdik ki, bütün ödəmə kanallarına bir inteqrasiyanın qoşulma imkanı olsun ki, sahibkar belə deyim də vaxtında tez bazara öz xidmətini çıxarda bilsin. Onu o vaxt elədiyi çox yaxşı, uğurlu oldu. İndi də misal üçün taksitləri eyni şəkildə eləyirik. Taksit nədir? Bu bir kartdır, tam kartdır, albalıdır. Siz hardasa alış-veriş eləyəndə onu hazır aylara bölürlər. Siz onu biz onu onlayn edirik və bizdən qabaq digərləri də çalışıb eləmək, amma bizim kimi heç kimi edə bilməyib. İndi çətinlik nədir də? Fərz eləyək ki, hansısa biznesdir, dükanlardır. Hətta yaxşı da böyük dövriyyələri var, amma onlar onlayna rahat çıxa bilmirlər, çünki əməliyyat xərcləri çox yüksək alınır. Fərz eləyək ki, onlayn nəsə satış eləyirsiniz, istəyirsiniz ki, sizin məhsulunuz ya xidmətiniz eyni zamanda taksitlə də satışı mümkün olsun. Siz gərək ayrıca banka qoşulaydınız, ayrıca hər hansı bank ki o taksit xidmətini verir, yəni hansısa beynəlxalq bank verir, hansısa Kapital, Bank of Baku, Unibank, Yapı Kredit. Gərək bir-bir hamısına qoşulmalısınız, yəni hamısına inteqrasiya eləməlisiniz, hamısından hər ay üzləşmələr eləyəsiniz, köçürmələrini nəzarət eləyəsiniz. Yəni çoxlu əməliyyat xərcləri əmələ gəlir ortalıqda və vizual olaraq sayta kimsə daxil olanda hər birisini ödəyəndə fərqli yerə yönlənir ödəyici. Yəni yadda saxlanılan kartdan misal üçün taksitə bölə bilmirdiniz. Biz onu hamısını qəşəng yığdıq bir ekrana və bir inteqrasiyanı indi bütün müştərilərə verəcəyik və rahat şəkildə artıq bu bazar inkişaf eləyəcək. Yəni İndi nə vaxtda gözlənir inşallah? Biz artıq indi başlamışıq, bir neçə müştəriyə artıq vermişik. İndi də növbədə yəni işlək variantlar. Sizə göndərərəm, sonra baxarsınız. Çox gözəl formada. Yəni vizual olaraq da misal üçün saytda necəsə onu dözmək olur ki, sayta girirsən, görürsən altında yazılıb, bu taksit
ora tıklayanda onun prosesinqinə keçir, bura eləyəndə ora keçir, amma mobil tətbiqdə yəni bu çox bərbad günündə görsənir. Bizim variant isə çox yığcam gözəl, həm vizual gözəl, həm də ki əməliyyat xərci rahat. Sahibkar gərək öz biznesi üzərində fokuslansın. Yəni arxada olan proseslərin sayı nə qədər çoxdursa, o biznesin həm maya dəyərini artırır, həm də biznesdən fokusunu ayırır. Yəni bu da əvvəl danışdığımız bu bizneslərin uğur ehtimalını artırma məsələsində çox vacib amildir. Yəni yerli bazarda sahibkarlar çoxlu resurs xərcləyir administrativ tərəfə və biznesə yönlənmək üçün çox az resurs qalır. Yəni biz istər-istəməz vaxtımız limitlidir. Əgər mən 50% vaxtımı administrativ məsələlərə yükləsəm, istər-istəməz artıq 50% qalacaq ancaq biznes üçün. Bu 80% olsa deməli daha çox yeniliklər, daha çox məhsullar, daha çox fayda, daha çox artım. Vüqar bəy, mən özüm də bir sahibkar olaraq sizdən çox razıyam bu məsələdə. Yəni həqiqətən vaxtımızı çox sərf edirik biz bu məsələlərə. Hətta elə vəziyyət yaranır ki, bax indi özünü götürsəz, bu vergiləri götürsəz, bankdan nə sənəd almaq, bu tenderlər, bu mən prosta sadəcə olaraq anlamaqda çətinlik çəkirəm ki, bu rəqəmsallaşma dövründə hansında ki, hər şey bir yerdədir, informasiyanı sən bir yerdə ala bilərsənsə, mən hər yerə niyə yenidən sənəd verməliyəm, niyə yenidən nəsə verməliyəm, onu aparmalıyam, bunu aparmalıyam, harada ki bir kliklə sən bütün bu informasiyanı əldə edə bilərsən. Yəni bu qurumlar arasında bir əlaqə mi yoxdur? Yəni bir-birinə məlumat mı vermirlər? Mən onu sadəcə olaraq başa düşə bilmirəm və bu bizim təkcə məndə bu deyil. Yəni sistem belə baxsaq sənin sahibkarların qarşılaşdığı bir problemdir. Və bu problem belə yaranmasından açıq əziyyət çəkən sahibkarlardır və biz faktiki olaraq istədiyimiz bir şeyi əldə etmək üçün kifayət qədər çox vaxt sərf edirik. Həddindən artıq çox, hansı ki gedib realda, yəni başqa bir satış daha uğurlu olar bizim üçün. Bu siz ümumiyyətlə Azərbaycan bazarında müqayisəli şəkildə də, yəni başqa ölkələrlə müqayisədə nə problemlər görürsünüz, hansının ki üzərində daha da yaxşılaşdırmaq olar da belə deyim də. İndi bu tipli müzakirələr əslində çox olur bizim sahibkarlar arasında, insanlar arasında və kimsə deyir ki, bax görürsüz inkişaf var. Deyir, yəni inkişaf var, amma yanaşmadan asılıdır ki, bu inkişafı necə qəbul edirsən də. Əgər biz 2 addım qabağa ediriksə, amma eləmək lazım idi 10 addım, buna inkişaf demək olarmı, yoxsa biz gecikirik əslində? Ona görə bu perspektivdən baxanda görsənir ki, bəli, nəyisə yaxşılaşdırırıq, amma daha çox etməliyik ki, əgər yəni bazarın tələbi odur. Əgər biz doğrudan istəyirik ki, sahibkarlıq daha çox iş yeri yaratsın, daha çox büdcə pul gətirsin, yəni sahibkarları dinləmək lazımdır. Mən daha fundamental məsələyə fokuslanmaq istəyirəm. Çünki biz ayrıca hansısa prosesləri danışanda onun təsiri olmur. Əsas fundamental məsələdə mən necə görürəm ki, bizdə dövlət qurumları çox güclüdür. Yəni istədiyi resursları var, istədiyi büdcəni ala bilirlər öz ideyalarını formalaşmaq üçün, amma bu prosesdə eyni zamanda sahibkar da tərəzli şəkildə eyni gücə malik olmalıdır. İndi sahibkarlar çox zəifdir və onları eşitmirlər. Yəni sahibkar hansı qurumun altındadırsa, maksimum gedib ona o proses haqqında danışır və elə bil hesab edin ki, bizim sizin aramızda nəsə birimizi başa düşməmişik və mən gərək sizi inandırım ki, bu proses səhvdir və inandıra bilsəm siz onu dəyişəcəksiniz, inandıra bilməsəm dəyişməyəcəksiniz. Burada mütləq məncə üçüncü tərəfdə olmalıdır və tərəzli şəkildə siz də güclü olmalı. Necə ki məhkəmə prosesi. Fərz eləyək ki, bir tərəfdə dövlət tərəfidir, digər tərəfdə sahibkarlıq olmalıdır. Üçüncü tərəfdə baxmalıdır ki, dövlət tərəfi bunu deyir, çünki dövlət çox vaxt risklərə fokuslanır ki, nəsə problem yaranmasın, onların öz prioritetləri var. Sahibkar istəyir biznes yaratsın. Necə ki, məsəl üçün bank qurumlarında risk departamenti olur. Biznes tərəfi daimi istəyir nəsə yaratsın, risk tərəfi deyir ki, yox, bunun olmaz, risk var. Və onlar necəsə qurum daxilində bunu tarazlayırlar ki, riskə idarə edərək nəyisə ortalığa çıxarsınlar. Dövlətdə bizdə bu yoxdur. Yəni dövlətdə risk elə bir hesab edin ki, qurumdakı risk departamenti çox güclüdür. Biznesin gücü çatmır ki, nəyisə ortalığa çıxarsın. Ona görə biznesi gücləndirmək lazımdır ki, risk baxımından baxanda biznesdə öz sözünü deyəndə üçüncü tərəf desin ki, okey, burada risk var. Amma gəl bunu idarə eləyək, bunu boğmayaq, bu çıxsın bazara. İndi bu dəqiqə hamısı boğulmuş vəziyyətdə qalır. Belə də əziyyət çəkirsən nəyisə çıxartmaq üçün, çünki risk tərəfi çox güclüdür.
Amma bu üçüncü tərəf dediniz. Üçüncü tərəf qismində hakimlər çıxış eləmir ki, yəni məhkəmə rol oynamır o üçüncü tərəfdə. Məhkəmə son instansiyadır. Əslində ora proseslər gedib çıxmamalıdır. İdeal əgər bazarda hər şey qurulubsa, yəni mən onu nümunə kimi gətirdim ki, yəni məhkəmədə necə olur? Bir tərəf olur, digər tərəf olur. Onlar bir-birini əksin deyir. Axırda üçüncü tərəf hakim qərar verir ki, kim doğrudur, kim səhvdir. Məsəl üçün bizim mühitdə o yoxdur. Sahibkar gərəsə çoxlu nəyisə müraciət eləsin, qulluğuna çıxsın, dövlət qurumunun öz prioriteti var, ona çox qulaq asmır və fərqli dillərdə danışırıq. O da çox vacibdir. Maraqlı eksperiment Amerikada oldu. Bu Doge ilə bağlı Elon Musk. O mənim əslində çox xoşuma gəldi ideya ki, sahibkarlar dövləti yoxlayır ki, biz sizə vergi ödəyirik. Baxaq ki, siz necə effektiv işləyirsiniz və çoxlu nöqsanlar çıxdı ortalığa. Sadəcə çox qısa zaman ərzində onu eləmək istədilər. Ona görə çoxlu belə deyim də mənfi tərəflər də çıxdı ortalığa, amma ideya kimi çox gözəl idi. Demirəm ki, tam eynisi bizdə olmalıdır, amma ən azından belə böyük oyunçular ki, sahibkarlıq baxımından bazarda var. Məsəl üçün onların da ölkənin strategiyasına, qanunların tərtib olunmasında, yəni onların belə deyim də, onlar üçün şərait yaradılması çox vacibdir. Məsəl üçün deməlidirlər ki, biz sizə bu nə şərait yaradaq ki, siz qabağa aparasınız iqtisadiyyat. Yəni o sualı verən olmur. Hətta biz əksinə qaçırıq dallarıca ki, gəlin bunu eləyək, bazar artsın, görürük ki, qulaq asmırlar və əminəm ki, digər sahibkarlar da eyni şey deyəcək. Çünki mən də danışıram sahibkarlarına, görürəm ki, hamıda problem eynidir. Və ideyalar çoxdur. Məsəl üçün sizə gözəl bir ideya deyim. Amerikada vaxtı ilə bunu elədilər. Futures bazarı deyirlər ona. Məsəl üçün siz hələ heç nəyi yaratmamısınız, hansısa bir xidmət, nəyisə yetişdirməmisiniz, amma o futuresda onu sata bilirsiniz. Məsəl üçün deyirsiniz ki, bazara məsəl üçün kartoşka lazımdır, neçə milyon ton. Deyirsiniz ki, kim kartoşka gətirsə mən ondan bu qiymətə onu alacağam. Və siz o müqaviləni alırsınız, gedib kartoşkanı yetişdirirsiniz və bilirsiniz ki, bunu yetişdirəndən sonra bu kartofu sizdən alacaqlar bu qiymətə. Yəni biznes bu şəkildə işləsə çox effektiv olar. Bax, çoxlu bir dənə siyahı çıxartmaq olar. Hansı ki, biraz başqa mövzuya getdim. Yadıma düşdü, onu da danışmaq istədim. Deməli, hər il ölkədə çoxlu müxtəlif məhsullar ixrac olunur da, müxtəlif xidmətlər, müxtəlif məhsullar və o siyahını açmaq olar ki, baxın, dövlət, məsəl üçün özdə biznes, bizdə dövlət biznesdə payı çoxdur da, 70%dir iş yerləri və ən çox alış-veriş eləyən onlardır. Yəni nəsə bir tikinti materialları alırlar, avtomobillər alırlar, nə bilim, ağır texnikalar alırlar, hansısa məhsullar alırlar və siyahını çıxarda bilərik ki, biz hər il xarici ölkədən bu qədər məhsul alırıq və buna bu qədər pul xərcləyirik. Kim bu qiymətdən aşağıya, heç olmasa eyni qiymətə mənə bu xidməti verə bilər, mən ona garanti edirəm ki, ondan onu alacağam. Artıq mən sahibkar olaraq gedib, məsəl üçün insanlar bizdə nə gedir ki, daşınmaz əmlak alır ki, pulu itməsin ya da gedir pulu banka yatırır, ortalama bilir ki, 10% gəlir əldə edəcək. Burada isə dövlət ona deyir ki, bax mən məsəl üçün uşaq meydançalarına rezin vuracam, bunu hər il alıram Türkiyədən, Çindən bu qədər pul xərcləyirəm. Kim bunu eləsə mən o qiymətə ondan onu alacağam. Sahibkar oturub sayacaq, görəcək ki, burada 30%, 40% gəliri var. Deyəcək, əla, mənə garanti edirlər ki, mən bunu düzəldəcəm və məndən bu qiyməti alacaqlar. Yəni bu formada çalışsa, dövlət dəstək versə, mən əminəm ki, bizneslərin sayı qat-qat çoxalar. Və belə ideyalar təkcə mən vermirəm də. Yəni istənilən sahibkarla danışsaz, görəcəksiniz ki, müxtəlif sahədə ideyaları var, təcrübəsi var ki, nəyi necə eləmək ki, olar ki, qısa zamanda sahibkarlıq inkişaf eləsin. Yəni belə platformaların olmağı çox vacibdir. Vüqar bəy, mən düşünürəm, siz necədir? Baxın, necə biz biznesdə, məsəl üçün də hər hansı bir əməkdaş bir satış eləyəndə, nəsə bir şey eləyəndə ona bir bonus formasında, nəsə bir, belə deyim də, bir məbləğ ödəniş şey olunur, nəsə bir hədiyyə olunur. Yəni bəlkə də dövlət qurumlarında biraz onların işləmə prosesini biraz fərqli yanaşmaq lazımdır ki, baxın, sən bir layihə çıxart, yəni orada əməkdaşın özü belə maraqlı olsun. Bir layihə çıxart, maraqlı bir şeylə ki, onu o layihəni çıxart və o reallaşanda, məsələn, orada müəyyən bir bonus əldə eləsin. Yəni bu düşün, yəni o da bir belə baxanda dövlətin özü də bir biznesdir də, sadəcə olaraq böyük bir biznesdir də, yəni iri bir biznesdir, hansı ki fəaliyyət göstərir. Yəni belə eləmək olmazmı ki, yəni o effektivlik məsələsidir, həm də Elon Musk'ın effektivlik məsələsidir. O əslində yanaşma doğru idi, hətta Amerikada belə o qoymadılar onu çox hərəkət eləyə bilsin.
Yəni burada yəni çıxış yolu nədir? Adam ikisinin arasında qalır da. Ya nə ora nə bura qalırsan. Niyə etmək olar? Nədən başlamaq olar ümumiyyətlə? Mühiti dəyişmək lazımdır. Baxmaq lazımdır ki, sırf düşüncə tərzi, düşüncə tərzində harda problemlər var, birinci düşüncə tərzini dəyişmək lazımdır. Yəni başa düşmək lazımdır ki, sahibkarlıq vacibdir, necə ki onu Dubayda elədilər. Və baxmayaraq ki, yəni onlar neftlə rahat uzun müddət dolana bilərdilər və neftin qiyməti əla idi. Onlar əvvəlcədən özlərinə hədəf qoydular ki, gəlin biz neftdən asılılığı azaldaq və indi 3%-dən aşağıdır artıq neftdən asılı onların iqtisadiyyatı. Və prioritet düzgün seçəndən sonra baxmaq olar ki, bunu eləmək üçün nələr lazımdır? Deməli, bura dəstək vermək lazımdır, ora dəstək lazımdır. Yəni buradan formalaşmalıdır. Artıq yanaşma. Mən təzəlicə bir seriala baxdım. Çox orada belə gözəl bir məqam var idi. Amerikada Yellowstone. Xanım gedir yoldaşının yanına, rançoya gedir. Onlar da orada yəni inəklərə baxırlar da. Polis bunu saxlayandan sonra yəni cərimələmək istəyir. Sonra deyir ki, hara gedirsən? Deyir yoldaşımın yanına. Deyir hara? Deyir ki, falan rançonun adını deyir. 666 səfər olsa. Bəli, çıxardır ona verir. Deyir, "Spasibo za službu, thank you for serve." Yəni ki, xidmət edir. O da təəccüblənir ki, niyə? Deyir, biz bilirik də bizim ətimiz hardan gəlir. Yəni o mən hesab eləyirəm ki, bax o düşüncə tərzi dediyimi bax odur. Yəni biz başa düşməliyik ki, sahibkara dəstək vermək lazımdır. Yəni bu dəqiqə dövlət qurumları bir-birinə kollega kimi baxır. Adi misal deyim də, sizi polis saxladı, məni saxladı, bir də dövlət qurumunun işçisini saxladı. Dövlət qurumu işçisi deyir ki, mən məhkəmədə işləyirəm, polis deyir, yaxşı sağ ol. Verir sənədini, çıxır gedir. Sahibkar olanda baxmır ona. Çünki ona kollega kimi yanaşır. Yəni məhkəmənin özündə belə bu proses var. Bizi Mərkəzi Bank müəyyən protokol tərtib eləmişdi, vermişdi məhkəməyə. Və biz məhkəmə zamanı mən belə çox pis oldum. Nəyə görə? Çünki biz iki instansiya üzrə idi. Bir var idi məsul şəxs kimi, şəxsən mənə vermişlər məhkəməyə. Bir də şirkətimizi. Və orada gördüm ki, heç hakim heç baxmır ki, nə yazılıb. Problem nədir? Doğrudan bizim günahımız var, günahımız yoxdur. Görür, dövlət qurumudur, formal yanaşır. Hiss edirəm ki, heç qulaq asmır nə məsələdir. Getdi, qayıtdı, maksimal cərimə nədirsə, maksimal cərimə 50.000, yazdı 50.000. Məsul şəxs kimi maksimal cərimə nədir? 10.000 götürdü, yazdı 10.000. İndi sağ olsun apellyasiya gedəndən sonra bəxtimiz gətirdi. Yəqin ki, biz lotereya utduq ki, apellyasiyada yaxşı bir hakim çıxdı qarşımıza, hansı ki doğrudan prosesi incələdi. Belə də əməlli başlı Mərkəzi Bankın vəkilinə göstərdi ki, bunlardan asılı olmayan bir prosesdir və 50.000-dən saldı 30.000-ə. İndi digər təşkilatları görürəm ki, hamısında 50.000, 50.000, 50.000, 50.000 gedir. Çünki yanaşma bu formadadır. Yəni hakim elə bilir ki, onun kolleqasıdır o birisi, dövlət qurumudur. Əksinə olmalıdır. Əgər biz istəyirik ki, sahibkarlıq inkişaf eləsin, biz daha çox prioriteti sahibkara verməliyik, çalışmalıyıq ki, başa düşək ki, orada problem nədir, bəlkə doğrudan ondan asılı olan səbəb deyil, nədir məsələdə. Sonra məqaləni deyim internetdə də, indi axtarış versəz, görəcəksiniz ki, yazılıb internetdə ki, bizim qurum cərimə olunub və onun başlığını oxusaz, yəni başlığın biz necə başlayır? Nə bilim, antiterrorçuluq qanunu, nə bilim, nə çirkin pulların yuyulması bəndin, nə bilim, nə bilim, nə bu qədər. Elə bil ki, biz terroristik də. Yəni bu formada məqalə dərc eləmək sahibkar haqqında bir araşdırın, baxın, o qanunun adıdır. Biz orada nə bilim hansısa sənədlər çatışmayıb, protokol çatışmayıb, bizə tədbir planı veriblər. Onu bağlamışıq çoxdan. Belə baxanda olur da, yəni. Xırda bir şeydir, amma bizim indi müştərilər onu oxuyanda baxır ki, bunlar orada nəsə çirkin pullar. Yəni kim onun diqqətlə detalına gedəcək ki, ancaq kim sözünə sual verir ki, bu nədir? Terrorizmlə nə bilim nə yazılıb, cəmi 10.000 cərimə. Bəs bunu türməyə zada salındır, amma axırda bir prosedurda onu da çoxdan həll eləmişik. Yəni bunu dərc eləyən adam da məsəl üçün bu mediada fikirləşmir ki, mən bunların imicinə zərər verirəm. Yəni bizim də hansısa ağıllı rəqiblərimiz bilərəkdən ki, bu xırda bir şeydir, bizim müştərilərə göndərir ki, görürsüz bunlar nə işlərlə məşğuldur. Yəni bunlar hamısı sahibkarlığa zərbədir. Mən Mərkəzi Bankla görüşdə də onu dedim ki, siz bizim imicə zərər vurdunuz. Deyirlər ki, biz bankları da cərimələyirik də. Deyirəm, banklara etibar var. Hamı örgəşib də ki, bankdır, böyük qurumdur, heç yerə gedəsi deyil. Yəni biz fintech-ıq, nəsə bir təzə yaranmışıq, bazarda bilmirlər nədir, nə qədər doğrudur sahibkarlar haqqında belə bir şey dərc eləmək internetdə. Yəni yazanda heç olmasa açıqlamasını verin ki, bu nəsə sənəd müştərinin sənədini vaxtında toplamayıb, hansısa
prosedurda hansısa vergülü düzgün qoymayıb, belə başlıq. Deyirlər qanunun adı elədir də. Yəni qanunun adı elədir, okey, gəlin onda imicə zərər vuraq. Yəni yanaşma düzgün deyil. Bildiniz nəyi nəzərdə tuturam? Vüqar bəy, açıq mən sizə deyim ki, bu məhkəmə prosesində mən də bu yaxınlarda belə bir proseslə qarşılaşdım. Təsadüfən məndə də elə yarandı ki, mənə həm belə deyim, həm şirkətə, həm də vəzifəli şəxs kimi cərimələr gəldi birdən-birə. Mən özüm bu hardan gəldi. Başladım, araşdırdım, hətta məhkəməyə veriblər məni, bilmədim nəyin üstündə. Amma sağ olsun, mən xanımın təəssüflər adı yadımda deyil, amma araşdırdı, gördü, hə nəsə düz deyil, verilməyib düz. Onların hamısını orada qaydasına qoydu və biz belə deyim də, problemsiz mən birinci belə bir şeylə qarşılaşırdım ümumiyyətlə. Həm də ki, sistem özü ümumiyyətlə elektron formada gedirdi. O da xoşuma gələn bir cəhət idi. Yəni sən harasa sənəd aparmalısan, elektron formatda ata bilərsən, yoxlaya bilərlər, eləyə bilərlər və gələndə artıq hazır gəlsən, vaxt itirmirsən ona. Əslində mənim də o cəhətdən xoşuma gələn tərəfləri oldu onların. Yəni belə deyim. Yox, o sahədə belə deyim də, əslində yaxşılıqları da qeyd eləyək. O hakimin hansına ki çox minnətdaram, adını da deyim. Özüm məhkəmə prosesində deyil idim, amma özüm üçün qeyd eləmişəm. Deməli Zəfər Əhmədov Apellyasiya Məhkəməsi sağ olsun elə belə fürsətdən istifadə edib, yəni belə hakimlərimiz çox olsa, yəni o effekti çox olar. Hansı ki doğrudan beganə qalmadı. Bizim sahə çətin sahədir, tam başa düşmək olmur. Texnoloji sahədə ona baxmayaraq tam araşdırdı və belə deyim də ən azı cəriməni saldı aşağı. Salmasaydı da ən azı yanaşma gördü ki, yəni adam elə belə formal yanaşmır. Gözəl nümunədir. Baxın, bir çox şirkətlər var, mən baxıram da. İndi hal-hazırda bir iş görəndə baxsan ki, deyir, qardaş, mən şey eləməm, mən bir dənə kartdan karta at mənə. İşimi görüm də, mən istəmirəm şey eləmək, problem yaşayım, vergilərlə, nəyinənsə. Mən sadəcə olaraq müəyyən bir müddət biz özümüz belə korporativ işləyirik deyə daim köçürməklə də bizim də işimiz yoxdur da cəmaatla, amma görürəm cəmaata başa düşə bilmirəm ki, niyə bu proses belə gedir də, yəni. Yəni belə şəffaf işləmək o qədər mi ağırdır, o qədər mi çətindir Azərbaycanda? Mən hesab eləyirəm ki, əslində insanlar hazırdır şəffaf formada çalışmağa, sadəcə qorxu hissi çoxdur. Çünki prosesi tam başa düşmürlər. Görür də gündə musiqiçilərdir, nəsə təmir işlərini görəndir, nəsə kimsə gəlir, nəsə filtrlər dəyişirlər, hardasa neynirlər, xırda işlərdir. Yəni onlar çəkinirlər vöyün açmaq. Çünki onun sabah hesabatı var, gündə qanunvericiliyi dəyişir, çox mürəkkəbdir, gərək mütləq kimsə onlara dəstək olsun. Kimsə dəstək olanda bu hesabatları verəndə də rahat yatmırlar ki, bəlkə o adamın başı çıxmır, səhv verir və doğrudan elə həm xərc yaranır, həm də ki məlum olur ki, nəyisə düzgün verməyib, sonra əlavə cərimə gəlir. Yəni adam tam fokusu dəyişir, iş görməyin əvəzinə oturub narahat yatır ki, mən orada nəyisə səhv eləmişəm. Ona görə əgər biz istəyirik ki, xırda sahibkarlıq inkişaf eləsin, yəni bir neçə ölkədə yaxşı bir praktika var, orada heç vöyün yoxdur, elə şəxsiyyət vəsiqəsində fin-kod ki yoxdur. Onu elə vöyün kimi istifadə edirlər və müəyyən məbləğə görə deyirlər ki, heç bir vergi ödəmədən bu məbləğə qədər sahibkarlıqla məşğul ola bilərsən. Onlar da rahat gündəlik elədiyi xırda xərclərdir, xırda xidmətlərdir. Rahat onlayn şəkildə onu qəbul edirlər. Bu da istər-istəməz digər tərəfə rahatdır. Öz xərclərini göstərə bilir. İqtisadiyyat üçün yaxşıdır ki, artıq görürlər ki, bazarda nə qədər xidmət məhsul satışı gedir. Yəni bazar şəffaflaşır və imkan yaradır ki, şirkət və xidməti göstərən böyüsün. Mən neçə dəfə şahidi olmuşam ki, bizdə sahibkarlar o administrativ məsələyə daha çox fokuslanırlar ki, mən necə ƏDV-yə düşməyim, onu eləməyim, bunu eləməyim və fokusu qalır orada, sonra da ya inkişaf eləmir, ya da ki batır. Halbuki onun ideyası olmalıdır onda ki, mən necə daha çox satış eləyim, necə daha çox dövriyə edim, o haqda düşünməlidir. Ona görə bax bu yaxşı termin var. Elə dünən onu yada sala bilmirdim, kolleqalar yadıma saldı. İnkubasiya dövrü də deyirlər. Bu məsəl üçün texnoparklarda, startap ekosistemlərdə o terminlə istifadə edirlər. Çox yaxşı termindir inkubasiya. O nə deməkdir də? Yəni biz nəyisə təzə, yəni bitkidir, ya nədir əkmişik, əvvəl onun qayğısına çox qalırıq ki, biraz güclənsin, sonra gedib harasa əkirik də. Yəni biznesə yanaşma da belə olmalıdır. Yəni o təzə çıxanda o qədər sağlam, o qədər rahat olmalıdır o proses ki, insanlar qorxmadan hər şeyi cəhd eləsinlər, yoxlasınlar, müəyyən həddə çatsınlar, gördülər ki, tutdu, ondan sonra artıq müəyyən xərclər eləsinlər.
və bəlkə orada da onlara dəstək olasan ki, biraz da artım olsun. Yəni bu dəstək sistemi inkişaf olmalıdır. Bildiniz nəyi nəzərdə? Mən bildim onu Vüqar bəy. Baxın, mən bir dənə bu yaxınlarda indi çıxışlara baxırıq, qulaq asırıq. Deyirlər ki, Azərbaycanda məsəl üçün ümumdaxili məhsul çox aşağı səviyyəyə düşübdür. Yəni tarixdə elə bu qədər aşağı olmayıbdı, yəni belə. Digər ölkələrlə elə yanımızdakı ölkədə, yəni Amerika ilə müqayisə eləmirəm yəni. Müqayisə ilə orada 7%, 8% artım var müdaxilə məhsulda, bizdə çox aşağıdır. Baxın, sonra orada müqayisə olunur ki, oradakı vergi sistemi necə tətbiq edilir, necə yanaşma eləyirlər. Və artım məhz oradan gəlib. Yəni bu Gürcüstanda onun nefti yox, belə bir şey yoxdur ki, yəni deyəsən ki, nə isə var, ona əsasən artım edibdir. Və yaxud da o qaydayla da elə Ermənistanda. Yəni baxın, yəni bunu görmürlərmi ki, yəni burada belə bir problem var? Yəni bu biznesin əsası, ümumiyyətlə iqtisadiyyatın əsası kiçik biznesdir də. Yəni bu kiçik biznesi yəni dəstək verməli olmazmı? Yəni necəsə bu endirim faiz, belə deyim də, sözü gətirim, vergilər, faizləri daha aşağı olsun, daha münasib olsun. Yəni bunu eləmək olmazmı? Hər şey eləmək mümkündür, amma onun üçün nə olmalıdır da? Bizdə mən görürəm ki, kimsə uğursuz olanda öz peşəsində onunla sağollaşmırlar, özü də ərizəsini yazıb çıxmır. Bax bu göstəricilərlə hansı ki bizim iqtisadiyyatda baş verir. Bir çox ölkələrdə insan hansı ki bu işə cavabdehlidir, öz ərizəsini yazıb çıxardı. Bizdə normaldır, oturur, alınmadı bu illər, gələn il alınar. Yəni bu proses belə işləmir də. Bu proses elə olmalıdır ki, hədəflər qoyulmalıdır. Məsəl üçün da ki, artım bu qədər olmalıdır. Əgər hədəfə çatmadınsa, sağ ol, növbəti adam gəlsin, kim ki bunu bacaracaq. Fikir versəz, bizdə bu proses yoxdur, hamı rahat oturub. Yolu çəkə bilərsə, amma yol dağılacaq, heç kimi cəzalandırmayacaqlar ki, yol dağıldı. Təzədən gəlib təzə yol eləyəcəklər. Amma o hamısı puldur, sərf olunub, vaxtdır, o çox dəyərlidir. Məsəl üçün bizim şirkətdə necə də hədəf qoyulur, o hədəfə çatmaq lazımdır. Hədəfə çatmasaq, o insanlar cavabdehliyi daşımalıdır ona ki, baxmalıyıq ki, niyə görə çatmadıq, eləmədik. Yəni iqtisadiyyatda da biznes yanaşması olmalıdır. Hədəflər olmalıdır, hədəflərə çatmaq məsələsi olmalıdır. Yəni bu təəssüf ki, bizdə yoxdur bu. Bu yaxında bir dənə podkastda qulaq asırdım. Orada bu süni intellekt haqqında danışırdılar. O deyir ki, bizim fərqi insanla süni intellektin fərqi bilsən nədir? O yəni intellektual səviyyəyə görə insandan təbii ki, yüksəkdir. Amma bir dənə nüansı var ki, o məsuliyyəti götürə bilmir. Yəni o məsuliyyəti götürə bilmir deyə o qorxu şeyi yoxdur da. O zanlı deyə bu insanın faktoru burada daha üstün rol oynayır. Baxın indi o dövlətin özündə, ümumiyyətlə dövləti bir qırağa qoyaq. Yəni adicə götürün bir futbol komandasını, onun məşqçisi, yəni o hədəfə çata bilmirsə, çıxardırlar da müaydə məsələ ki, təzə məşqçi gətirirlər, şeylər. Eyni qaydada bax dövlət qurumlarında baxsan ki, müəyyən bir şeylər, həqiqətən yeniliklər eləyirlər. Görürsən ki, nəsə gətirirlər, amma nəsə elə bir arxası gəlmir onu. Bir dənə gəldi, arxası gəlmir ki, bunu nəsə dəstəkləsin, daha çox kömək olsun. Bax boşluqları ümumiyyətlə regulyatorlarda da həm də boşluqları nədə görürsüz? Bax siz indi o daha aydın görürsüz də o şeyin içindəsiz. Nədə var orada boşluqlar? Yenə dediyim kimi, yəni düzgün hədəflər qoyulsa, regulyator təkcə məqsədi olmasın ki, biznes kimi ki, mən bazarda bu qədər pul topladım, büdcəni doldurdum, o hədəf deyil. Çünki o, yəni əgər ondan da çox get pulun hamısını al sahibkardan, büdcəni doldur, dinlən bu qədər pul və fəxr elə ki, mən büdcəyə bu qədər pul gətirmişəm ya da eyni şəkildə gömrük. Yəni onların funksiyası tamam başqadır da. Yəni onlar eyni zamanda büdcəni formalaşdırmalıdırlar ki, daha da bazarı stimullaşdırsınlar ki, bazar inkişaf eləsin. Əgər o pulu alanda bazar inkişaf eləmir, əksinə reqressiya eləyir, deməli hədəfi yerinə yetirmir. Yəni bu prizmadan yanaşmaq lazımdır bu məsələ. Məsələn, adi sizə deyim belə xətrimə dəyən misal deyim də, o günləri girmişəm dükana. Mən də bizim nar şərablarla çox fəxr eləyirəm də. Ömür boyu xaricilərdə hədiyyə eləyirdim. Deyirdim ki, bizdə nar şərab var, elə var. Düşmüşəm nar şərab almağa, görürəm ki, yerli nar şərab tapa bilmirəm. Bilmirəm, marketin adını da deməyəcəm, ofisimizin altındadır. Çaxıram dükanı, deyirəm, bəlkə başqa yerə qoyublar yeri, ancaq Türkiyəni görəm nar şərablar var. Deyirəm, bizim yeri nar şərab yoxdur, deyir, yoxdur. Axır məcbur olduq, sonra getdik başqa
marketdən tapdım yerli nar şərabı. Vaxt var idi ki, mən marketə girəndə orada deməli bütün nar şərablar bizimkilər idi. Arxada hardasa bir dənə, iki dənə Türkiyənki olardı və bizim nar şərab qat-qat ondan dadlıdır da. Yəni mən məcbur olub Türkiyənkini alanda evdə uşaqlar dərhal dedi ki, bu nə dadsız nar şərabdır belə. Dedim ki, alaram o birisinə. Yəni bu əslində xırda göstərici deyil də. Yəni bu o deməkdir ki, necə oldu ki, bir neçə il ərzində bizim nar şərabların sayı azaldı birdən-birə və bunu bir çox sahələrdə müşahidə eləmək olar və bunu kimsə mütləq analiz eləməlidir, baxmalıdır ki, məsəl üçün sahibkarlar buna məşğul idi, indi sayı azaldı. Yəni nə baş verdi? Bəlkə nəsə onlara təsir edən faktorlar var. Gəlin onu düzəldək ki, bu əksinə artsın. Və bu data tipli yanaşma ki, analizlərlə, hər sahəyə ayrıca diqqət ayırmaqla ki, bunu artırmaq istəyirik, bunu artırmaq üçün nələr etməliyik? Yaxşıdır, nümunə deyə bilərəm sizə. Bu Futures-dən danışdım. Alternativ enerjini də nümunə gətirim. Məsəl üçün, iki dənə xarici şirkət var. Mən bilən, indi ola bilər sayı çoxdur. Hansı ki, alternativ enerjinin ölkədə inkişaf elətdirir. Onlar üçün bir ərazi veriblər ki, siz burada günəş enerjisindən enerji verəcəksiniz və dövlət sizdən qarantiya verir ki, neçə il ərzində bu qiymətdən sizdən bunu alacaq. Yəni ola bilər ki, dövlət üçün bu qiymət artıq sərfəli olmayacaq. Məsəl üçün özü fərz eləyək ki, elektrik enerjisini hazırlayanda ona 3 qəpiyə başa gəlir, amma ondan 5 qəpiyə alacaq. Artıq o investor bilir ki, mənim qarantiyalı qiymətim var, onu yatırım eləyir. Niyə yerli sahibkarlara eyni şey etmək olmaz? Qarantiya vermək ki, bu qiymətə bunu sata biləcək. Ya hansısa, misal üçün indi bizdə ən çox kənd təsərrüfatıdır da, indi hansı ki, istəyirik ki, inkişaf eləsin. Yəni orada qeyri-müəyyənlik o qədər çoxdur ki, insanlar qorxur oraya yatırım eləməyə. Ya da yatırım eləyir, sabah nəsə qiymətlər dəyişir, vergi dəyişir, siyasi məsələ dəyişir, o hazırladığı məhsulun xeyrini görə bilmir və yatırım eləmir, iştah azalır ki, ora yatırım eləmək istəyən falan. Yəni bu sistem üzərində bir-bir hər sahə üzrə işlənilsə, nəsə qazanmaq olar, yəni nəticə qazanmaq olar. Şirkətlərin əksəriyyətini görürəm, hansı ki işləyirlər də, kiçik biznesdə mən nəzərdə tuturam da əlbəttə ki. Bax onların çətinlik çəkdikləri məsələ sizin inkubasiya dövrünüz dediniz, hansı ki inkişaf dövrü. Bax o dövrü sanki bir adlaya bilmirlər. Mən hətta misalı vergilərlə və digər məsələlərlə niyə çəkdim? Müəyyən bir müddət ərzində olmazmı ki, onlara müəyyən bir güzəştlər olunsun ki, onlar o dövrü daha yaxşı keçsinlər, daha çox çiçəklənən anında gələsən, gəl götür onun vergisini, digər məsələlərini. Yəni bu eləmək olmazmı bunu? Yəni bu qədər çətindir. Onun yaxşı praktikaları var və bizdə çalışırlar onu tətbiq eləsinlər, amma neçə illərdir mən bu haqqda danışıram televiziyada, intervyuda belə ki, yəni orada düzgün deyil. Məsələn bu texnoparklar ki, tətbiq olunur, sonra iqtisadi zonalar və s. Yəni bunun praktikası elə vaxtı ilə Belarusiyada yaratdılar belə bir şey. Yəni insan getdi Amerikada Silikon Valley gördü, gəldi eyni şey elədi Belarusiyada və indi Amerikanın misal üçün IT sahəsinin çox güclüdür də onlar şirkətlər yarandı, EPAM kimi şirkətlər, hansı ki həm Belarusiyada işləyirlər, həm Amerikada işləyirlər və orada nələrsə yaradırlar və sonra eyni praktika ilə texnoparklar digər ölkələrdə də başladı yaranmağa. Bizdə də yarandı. Amma effektivliyin hələ ki görmürəm və çoxlu biz misal üçün texnoparkın üzvüyük, bundan qabaq Kobe şəhidnaməsini almışdıq. Yəni orada da problemimiz oldu. İndi də qeyri-müəyyənliyimiz var. Neçə aylarda texnopark kağızımız var. Heç normal axıra qədər suallarımıza cavab ala bilmirik ki, onu necə istifadə eləyək. İstifadə edə bilmirsiniz də onu, hə? Yəni çətinlik çəkirik də. Yəni bilmirik bizə nə şamil olunur, nə şamil olunmur. Kobe'də əziyyət çəkdik, elə bildik ki, biz gəlir vergisindən azadıq. Gəlirimizi artırdıq, sonra 7-8 aydan sonra məlum oldu ki, bizə şamil olunmur. Çünki biz orta biznesıq. O ancaq kiçik biznesə şamil olunur. Birdən-birə böyük məbləğdə, yəni 700-800 min vergi ödədik. Yəni o da biznes üçün birdən-birə ödəmək, yəni əməlli başlı belə hiss edir. Yəni hər dəfə görürük ki, nəsə üzləşirik. Təzəlicə bizim hələ əməkdaş qatılmışdı onlayn Özbəkistandakı texnoparka. Yəni onların şərtlərini görsəz, görəcəksiniz ki, çox dəhşət şəffafdır. Həm şəffafdır, həm də ki yaxşıdır. Yəni heç nə ödəmirsən, sənin üçün hər şey eləyirik, onu eləyirik, təki gəl. Yəni onlar o ekosistemi yaratmaq üçün yəni asan bir şərtlər eləyiblər ki, orada sual yaranmaz. Eyni şey Qazaxstanda, onu da misal gətirim sizə bir dənə. Deməli
Mənim itim var. Mən hər səhər gəzdirirəm. Bir xanımla tanış olmuşam, hansı ki Rusiya vətəndaşıdır. Freelancerdır, onlayn işləyir. Yaxşı da bir neçə şirkətdə xidmət göstərir. Aydın məsələdir ki, müəyyən qədər yaxşı pul alır, amma yaşayır Bakıda. İndi o günləri görürəm, deyir ki, təəssüf ki, mən çıxıb gedirəm. Deyirəm, nə məsələdir? Deyirəm, mən vizam qurtarıb, viza ala bilmirəm. Ona görə gedirəm. Mən də deyirəm, istəyirsən, bax Qazaxstanda belə bir yer var, hardakı nə vergi ödəyirsən, nə üçün ödəmirsə, deyirlər tək ki burada ol. Səhəşi şərait deyir, yox, Qazaxlardan deyir, xoşum gəlmir, Azərbaycandan xoşum gəlir, çoxlu dostlarım var, amma təəssüf ki, qayıtmalıyam Rusiya. İndi adi misal deyim də sizə, görün bu təzə bir viza var da, belə freelancer viza deyirlər. Avropada onların üstündə davadır ki, kimin qıraqdan gəlir mənbəyi var, ona icazə verirlər ki, gəl ölkədə otur, pulu burada xərcdə, amma otur burada. Yəni, hələ bir dənə onun nümunə gətirsək ki, onlar üçün mühit yaratmaq olar. Ki puldur da xaricdən gəlir, burada xərcləyir. Niyə çıxıb getməlidir? Və hesab eləsək ki, məsəl üçün 1000 nəfər gəlsə, hərəsi $5000 pul qazansa və o pulu burada xərcləsə, görün nə qədər pul eləyir. Ondan başqa təcrübə. Məsəl üçün o xanıma dedim ki, gəl bizim şirkətdə o IT sahəsində quality assurance elə bir keyfiyyəti yoxlayır proseslərdə. Deyirdim ki, bölüşsün də istər-istəməz xarici təcrübədir. Yəni o insanlar gəlib öz təcrübəsini, biliklərini də paylaşanda o da çox vacibdir. Yəni bu ekosistemi qurmaq üçün bunu yenidən tam analiz eləyib, yəni boşluqları aradan qaldırmaq lazımdır. Vüqar bəy, bu indi veriliş başlamamışdan qabaq bu siz bu qırmızı kitab məsələsində şey eləyirdiniz. Düzdür, bizdə qırmızı kitab olmadı, əvəzinə digər qırmızıya oxşayan nəsə bir şey bir papka belə deyim qoymuşuq. Nə nümunə idi o elə? İzləyicilərə də deyə bilsinlər. Yenə də bu düşüncə tərzinə aiddir. Yəni mən hesab eləyirəm ki, necə bitkilər üçün, canlılar üçün, quşlar üçün qırmızı kitabı varsa, eyni şəkildə sahibkarlara da elə yanaşmaq lazımdır bizim ölkədə. Elə bil ki, bax adları qırmızı kitaba yazılıb və bu cür yanaşma olsa, biz nəyisə məsəl üçün bitkidir, yəni quşdur, hardasa qorxurlar ona nəsə eləmək ki, adı qırmızı kitabdadır. Yəni sahibkarlar da bu yanaşma olmalıdır ki, sahibkarlıq inkişaf eləsin. Yəni o hörmət olmalıdır, o qayğı olmalıdır. Yəni o prizmadan zarafatla dedim ki, yəni qırmızı kitab lazımdır sahibkarlar üçün. O biz dostlarımızla danışanda öz aramızda mən deyirəm ki, əslində bizdə sahibkarlar bu qəhrəman məsələsini nə ilə gətirdim? Bu Marvel'ın qəhrəmanları sanki düşüblər bir yerə, hardakı baş çıxartmalıdırlar. Görək bunu necə eləyirik, necə həll eləyirik. Amma belə deyim, baxın, siz bu yaxın bir 10 ildə, 15 ildə perspektivdə nə görürsünüz? Yəni bazarda nə yeniliklər olacaq? Bizi nə gözləyir? Siz ekosistem baxımından deyirsiniz, yoxsa texnologiya baxımından deyirsiniz? Mən həm ekosistem baxımından, həm də ki, sizin bazara töhfəniz baxımından deyirəm. Biz nə texnologiyalar yaranırsa, çalışırıq ki, onları maksimal tez ölkəyə gətirək və onu rahat deyə bilərəm ki, sırf tətbiq olunan texnologiyalar baxımından bazarımız çox yaxşı inkişaf edib. Həm nağdsız ödənişlərin artım tempi də çox gözəldir, yəni sürət baxımından, həm də ki, texnologiyalar baxımından. Mən məsəl üçün digər ölkələrdə hansısa forumlarda olanda, elə Vizan forumunda Barselonada idim bu illəri. Gördüm ki, biz nəyi çoxdan tətbiq eləmişiksə, orada ölkələr elə o haqda ancaq danışır. Və elə belə zarafatla dedim ki, bizdə inkişaf yaxşıymış. Oradakı Vizan nümayəndələri dedilər, hə, amma çox o barədə danışmayın ki, rahatlaşmasın sizinkilər. Amma yəni iştahımız yaxşıdır. Biz həmişə yenilikləri xoşlayırıq. Yəni bizim mentalitetimizə uyğun da istəyirik hər şeyin ən axırıncısı olsun və s. Yəni bu yaxşı tərəfdir və biz gərək bu istiqamətdə də davam eləyək. Bazarımız da balacadır, yəni tətbiq olunan texnologiyadan çox gəlir götürmək də olmur. O da mənfi tərəfdir. Hələ həmişə mobil operatorlara nümunə gətirirəm. O sahədən məlumatım var. Məsəl üçün hər dəfə çıxırdı 2G, sonra 3G, 4G, 5G və hər dəfə mobil operatorlar bunu investisiyasını eləyirdi. Halbuki oradan heç bir qazanc eləyə bilmirlər. Sadəcə ki, ölkədə image baxımından bunlar olsun. Yəni ölkə böyük olanda o pulu çıxarda bilirsən. Ölkə balaca olanda çıxarda bilmirsən. Ona görə vacibdir ki, yerli şirkətlər beynəlxalq şirkətlərə dönsünlər ki, digər ölkələrdə xidmət göstərsinlər, bazarını böyütsünlər ki, daha rahat texnologiyaları inkişaf elətdirə bilsinlər, keyfiyyət daha yüksək olsun, daha çox xidmətlər olsun.
Vüqar bəy, bax son çıxışlarda indi prezidentin çıxışında biz gördük ki, o süni intellektə marağı artırırlar da, yeniliklər gətirmək istəyirlər, hətta dövlət qurumlarında. Mənim üçün şok effekti də əlbəttə ki, yəni, amma görürəm ki, nəsə eləməyə çalışırlar. Necə düşünürsünüz? Bax, sizin işdə də, ümumiyyətlə, bazarda da necə görürsünüz süni intellektin inkişafını? Bizim sahədə deyə bilərəm, orada bilirəm necə olacaq və ümumilikdə necə ki, bazarda tətbiq olunacaq. Mən artıq misal üçün rekrutment prosesində insanları işə götürəndə belə artıq soruşuram ki, hansı AI toollardan istifadə edirsiniz, nə kimi istifadə edirsiniz. Və vaxt var idi ki, misal üçün işə götürəndə mütləq deyirlər ki, Excel-i bilməlidir, Word-ü bilməlidir. Yəni onlar qaldı keçmişdə. İndi artıq CV-də vaxtı gəlib ki, qeyd eləmək ki, hansı AI toollardan istifadə edirsən, AI agentlərdən istifadə edirsən. Yəni artıq Excel yox, AI məsələsi gündəmdədir və görür ki, günü-gündən AI bütün proseslərə daha çox tətbiq olunur. Yəni hansı ki AI agentlər var. Yəni insan o işi görürdü. AI agenti onu öyrədirsən, o başlayır o proses eləməyə. O da artıq işin effektliyini artırır. Və mən yaxın zamanda görürəm ki, artıq bizim necə ki indi biz qələmlə demək olar heç nə yazmırıq, kompüterdə yazırıq. Yəni təzə cavanlı uşaqlar məktəbdə onlara onu keçməmək də olar artıq o qədər. Bəzi ölkələr artıq onu ləğv eləyib ki, qəşəng yazmağa ehtiyac yoxdur da kompüter var. Birazdan klaviatura da ehtiyac olmayacaq. Çünki artıq səsli formada AI ilə danışacaqsan, hər şey eləyəcək. Və indi siz dediyiniz kimi bu öhdəlik məsələsi ki var, o artıq yavaş-yavaş tətbiq olunur. Nə formada? Məsəl üçün siz indi AI-dən daha çox hansısa suallar verib, cavab alıb özünüz qərar verirsiniz. Amma yavaş-yavaş öhdəlik keçir o tərəfə. Məsələn, özlərini idarə edən maşınlardan başlayaraq şəxsi AI agentlərdən. Məsəl üçün siz AI agentə deyəcəksiniz ki, mən harasa səyahətə gedirəm, ya nəsə eləmək istəyirəm. O nəinki məlumat verəcək, sizin yerinizə bron eləyəcək, sizin yerinizə otelə yazacaq ki, filan kəs gəlir, filan saatda gələcək. Belə rahatlıq yaradın ona, kartınızdan pulu silib ödəniş eləyəcək, sizə ancaq məlumat verəcək ki, bu qədər xərclədim ora, bu qədər bura. Yəni sizin gündəlik rutin işlərinizin sayı qat-qat azalacaq. Çünki artıq onu AI hamısını edəcək. Yəni proqres bu istiqamətdə gedir. Və AI şəxsi inkişaf üçün də çox yaxşı alətdir. Təəssüf ki, biz balaca olanda belə bir alət olmayıb. Biz həmişə oradan-buradan hər şeyi öyrənməyə çalışmışıq. İndi rahat AI şəxsi müəllim ola bilər də, bir mentor kimi. Sual verirsən ki, mən nə qədər ağıllıyam, intellektual səviyyəm nədir, nəyi yaxşı bilirəm, nəyi pis bilirəm, mən filan kəs olmaq istəyirəm, bunu olmaq üçün hansı biliklər lazımdır. Yəni tam bizi bir müəllim kimi də, necə ki Aleksandr Makedonskinin Aristoteli var idi. Hesab edirəm ki, indi Aristotel bizim telefonumuzdadır və onu istifadə edərək şəxsi karyeramızı, şəxsi həyatımızı qat-qat yaxşılaşdıra bilərik. Özü bir dənə Aristotel deyil, bir neçə. Bəli, yəni ən cəmlənmiş formada. Bəli. Belə, amma məsələ belə bir şey deyim, o AI ilə bağlı artıq bizim işlərdə də mən görürəm artıq 40%, hətta 50% yəni istifadə daha yüksəlibdir. Və sonda bir sualım nədən ibarətdir? Baxın, ödəniş sistemlərini dedik, tətbiq olunur, yeniliklər var, həqiqətən möhtəşəmdir. Təşəkkür edirəm sizə buna görə, yəni göstərdiyiniz əməyə görə. Bu proseslər, bu texnoloji yeniliklər necə düşünürsünüz? Bu sonda iş yerlərinin belə deyim, sıradan çıxmasına, insanların işsiz qalmasına gətirib çıxartmayacaq ki? İstər-istəməz ona gətirir və texnologiya tez artdıqda ola bilər ki, insanlar çatdırmasın da. Müəyyən texnologiyalar daimi çıxırdı ki, onlar insanları işsiz qoyurdu, amma o sürət o qədər yavaş gedirdi ki, insanların vaxtı olurdu ki, digər istiqamətlərə yönlənsinlər. İndi o sürət daha da artıb, ona görə insanlar da daha sürətli müxtəlif peşələrdə işləməyə bacarıqları olmalıdır ki, istənilən sahədə tez adaptasiya eləsin. Yəni qabaqki kimi dövrdə bölürdülər ki, sən bu işə cavabdehsən, otururdun həyatının axırına qədər ancaq bu işlə məşğul olurdun. Yəni bunlar məncə qaldı keçmişdə. Ona görə indi daha universal olmaq lazımdır və tez-tez peşələri dəyişməyə bacarığı və mövcud alətləri istifadə edərək daha effektiv olmaq. İndi misal üçün adi proqramistləri deyim də, indi proqram kodların belə AI yazır. Və insanlar çox vaxtı misal üçün proqramistlərə nəsə tapşırıq verir AI ki, mənə bu kod lazımdır. Biraz burasını düzəldir və buraxır. Yəni daha çox iş görə bilər. Və bəzən junior hansısa bir belə peşəkar olmayan proqramist artıq ortalıqlara nəyisə çıxarda bilir. Yəni bunu istifadə edərək daha çox məhsul, daha çox xidmət, daha çox
fayda bazara vermə imkanı var. Sadəcə o alətləri düzgün istifadə etmək bacarıqları mütləq lazımdır. Vüqar bəy, mən bir daha sizə təşəkkür edirəm. Həqiqətən belə deyim də, bəzi suallarım vardı hansına ki, sizlə bərabər tapdım. İnanıram ki, izləyicilər üçün də maraqlı olar. Bir daha gəldiyiniz üçün, iştirak etdiyiniz üçün təşəkkür edirik. Çox sağ olun dəvət üçün, sağ olun. Sağ olun.